Bu villada bir problem var. Hamı sizə qonaq gəlmək istəyəcək. Dəyərli izləyicilər, görün sizə nə təqdim edirəm. Bura 9-cu mikrorayonun ən statuslu ərazisidir. Pajarnının yanı deyirlər. Mənzərə də ki, çox möhtəşəmdir. Villanı al, otur evində, ayda pulun gəlsin. Villanın qabağında 5 vitraj pəncərəsi olan, birbaşa ana yola çıxışı olan obyekt də üstündə verilir. Burada bir sotun qiymətinə başqa ərazilərdə 2 mərtəbəli ev almaq olar. Çox bahalı bir ərazidə, çox münasib qiymətə sizə villa təqdim edirəm. Bura villanın yan tərəfdən həyətə giriş hissəsidir. Maşın yeri və piyada keçidi. 250 kvadrat obyektin təkcə kvadraturasıdır ki, bu birbaşa gəlir gətirə bilər sizə. Yuxarıda terası da var, hələ davam edirik. O terası da sizə göstərəcəm. Bura həyət yanı sahəsidir, bir maşınlıq qarajı var. Buradan isə villaya giriş ana qapısı. İndi girək içəri. İtaliyanı xatırladan villanın dizaynını sizə təqdim etmək istəyirəm, əziz izləyicilərim. Giriş hissəsinə diqqət edin. Bir şadlıq evi elə bil, bəygəlin qalxacaq. Zövqə baxın bir dənə. Möhtəşəm bir villa təqdim edirəm sizi. Klassika. Hər zaman söyləyirəm, adam özünü klassikada baqat hiss edir. O duyğu var da. O duyğunu bilmirəm sizə keçirdə bilirəm, bilmirəm. Amma həmən duyğulardayım şu an. Bura giriş hissəsidir. Koridor. Burada otaqlara bölünüb. Zərif İtaliya təmirinin, dizaynının zal otağıdır. Burada bütün əşyalar villaya uyğun olaraq klassik döşənilib. Havanı hiss edirsiniz. Maraqlısı budur ki, buradan terasa çıxış var. Bəli, gəlin o terası sizə göstərim. 250 kvadratlıq teras sənə məxsusdur. Yay mövsümünün vazgeçilməz bir seçimidir də bu, hörmətli izləyicilər. Burada əyləş, seyr elə. Hələ bir mənzərəni də sizə göstərim. Operator o villanın yanından olan mənzərəni də izləyiciyə göstərir ki, bu terasdan orada görsənir. Dünyanın ən bahalı tikinti materialları villada, təmirdə istifadə olunub. Yəqin siz bunu gözlə, vizual olaraq görə bilirsiniz. Birinci mərtəbədə zaldan əlavə geyim dolab otağı var, bir də 2 yataq otağı var, bir də sanitar qovşağı. Bu isə bölünür artıq. 1 yataq, 2 yataq və hamam otağı. Bura isə villanın mətbəx hissəsidir. Dəyərli izləyicilərim, lazım olan hər şey gördüyünüz kimi bu mətbəxdə mövcuddur. Şəraiti, komfortu əlverişlidir, yaxşıdır. Deməli, birinci mərtəbədə söhbət edilə gedək. Birinci mərtəbədə yerləşdi 2 yataq otağı, 1 mətbəx, 1 qardırob, 1 zal otağı. İndi isə ikinci mərtəbəyə qalxaq, orada isə yerləşən otaqları sizə göstərdim. İkinci mərtəbədə 4 yataq otağı, hamam, tualet yerləşir. Bura istifadə olunmayıb, təmirlidir, ancaq istifadə olunmayıb ikinci mərtəbədə. Baxın, görün necə gözəl təmiri var. 800 kvadratın artıq mansard hissəsini sizə təqdim edirəm. Burada bütün işləmələr taxta işləmələrdir. 5 dənə pəncərəsi var və təmiri yaxşı vəziyyətdədir. Son olaraq bu elanla maraqlanan müştərilər mənimlə əlaqə saxlasınlar.